ayının 27-sində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Rusiya mövqeləri ilçatlı silahlar, minatanlar və müxtəlif çoxlu artilleriya qurğularından intensiv atışa tutuldu. Düşmənin döyüş fəaliyyətinin qarşısını almaq məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin komandanlığı tərəfindən cəbhə boyu zonada hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edildi. Vətən müharibəsi başladı. Sabirabad rayonunda 27 sentyabr anım gününün 5-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Həmən tədbirlərdən biri Sabirabad rayon mədəniyyət mərkəzində 2-ci Qarabağ müharibəsinin Sabirabadlı şəhidlərinin xatirəsinə həsr olunmuş Torpağı Vətən edənlər filmi nümayiş olunmuşdur. Sabirabad rayon mədəniyyət mərkəzində Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəttin Cəbbarov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əhliləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin, gənclərin nümayəndələri iştirak etmişlər. Mən də videobloger olaraq Böyükağa Hüseynov öz adımdan bu filmin nümayiş olunmağında əməyi və zəhməti olan hər bir şəxsə təşəkkür və minnətdaram ki, bax bu cür gözəl sənədli filmlər montaj olunsun, çəkilsin, şəhidlərimiz heç zaman unudulmasın. Çünki mən videobloger Böyükağa Hüseynov 5 ildir ki, sosial platformada hər zaman şəhidlərimizin əziz xatirəsini əziz tutub, onlar haqqında mədəni və maarifləndirici video çəkilişlər ictimaiyyətə sərgiləyirəm. Əziz və dəyərli izləyicilər, sizdən xahişimiz videoları bəyənib, komment yazın, bəyənin və paylaşın ki, hər bir şəxsin qarşısına çıxsın. Sağ olun, var olun. Sizlə mən idim. Sizlər üçün axtarıb araşdıran videobloger Böyükağa Hüseynov. Sabirabad media gündəmi üçün.